Bu dərsimizdə JavaScript-də indiyə qədər öyrəndiyimiz tiplərin üzərindən bir də keçəcəyik və daha sonra JavaScript üzərindən bu tiplər arası bəzi çevrilmələr haqqında danışacağıq. Biz ilk öncə tiplərin, variableların tanıdılma üsullarını öyrəndik. Daha sonra tiplər haqqında danışdıq ki, məsələn, let a bərabərdir 0 yazdığımız zaman bu tip olaraq bir ədəddir. Yəni bir number'dır. Console.log vasitəsilə. Bunu konsola verdiyimiz zaman konsolda bu şəkildə rəng məsələsindən də bunun ədəd olduğunu tuturuq. Biz məsələn bunu dırnaqda yazmış olsaydıq, adi ağ rəngdə yazılmış olacaqdı. Çünki bu artıq ədəd deyil. Və danışdıq ki, stringlər üzərində və əməllər üzərində bəzi işlər var ki, məsələn 1 + 0 bu şəkildə yazdığımız zaman 10, amma 1 + 2 + 0 yazdığımız zaman bunu 30 olaraq görürük. Yəni tiplər arasında avtomatik JavaScript çevrilmələr eləyə bilir. Daha sonra obyekt tipləri üzərinə danışdıq və danışmadığımız hələ ki bəzi hissələr haqqında danışaq. Məsələn, biz let a yazdığımız zaman və ona heç bir qiymət mənimsətmədiyimiz zaman nə baş verir? Həmin dəyişən tipi undefined olur. Bəli, undefined bir dəyişən tipidir. Biz bunların tiplərini birbaşa görmək istəyirsə, type of vasitəsilə biz tiplərə rahatlıqla baxa bilirik. Type of a yazdığımız zaman da burada undefined görürük. Hansı ki, məsələn, bu a bərabərdir 0 və yaxud da 1 olmuş olsaydı, bunun ədəd tipində olduğunu görəcəkdik və ya stringdə yazılmış bir ifadə olmuş olsaydı, bunda tipinin string olduğunu rahatlıqla görə bilərdik. Yəni, type of vasitəsilə dəyişənlərimizin tipini biz göstərə bilirik. Və keçən dəfə şərtlər məsələsində danışılır. 2 bərabər yox, 3 bərabər yazdığımız zaman tipi ilə bərabərlik və ya nida bərabər yazdığımız zaman tipi ilə fərqlilik məsələsi haqqında da artıq danışmışdıq. Bunlar üzərindən davam eləyək. Bəzi tiplər var ki, bizi çaşdıracaq bunlar. Ona görə də bunları əvvəldən bir aydınlaşdırmaq lazımdır və tiplər arası çevrilmələr zamanı baş verən xətaları da qeyd etməyə başlayaq. Məsələn, let a bərabərdir 5, let b bərabərdir 7 olaraq qiymətləndirək və konsol üzərindən .log edərək burada a-nı b-yə bölək. Gördüyümüz zaman belə bir bölmə nəticəsi yerinə yetirildi. Bəs əgər b-nin qiyməti 0 olmuş olsaydı nə baş verərdi? Riyazi olaraq fikirləşsəyəsində bəzi mənbələrdə, yəni daha doğrusu orta məktəb mənbələrində sıfıra bölmənin olmadığını öyrədilər bizə. Daha sonra isə bilirik ki, əslində sıfıra bölmə var imiş və bunun cavabı nə imiş? Infinite imiş, yəni sonsuzluq imiş. Bu da limit anlayışı üzərindən gəlib çıxır ortalığa və biz bunu yazdığımız zaman da burada infinite görmüş oluruq. Və müsbət sonsuzluğu burada tip olaraq görək və bu bir ədəd tipidir. Bunu yadımızdan çıxarmayaq. Və ya əgər bir ədədi siz bir stringə bölməyə çalışsanız, nə baş verər? Baxırıq, none deyə bir errorla qarşılaşırıq. None nə deməkdir? Not a number deməkdir. Yəni, ədəd olmadığı deməkdir. Biz bu errorla nə vaxt rastlaşırıq? Biz bu errorla o vaxt rastlaşırıq ki, əgər bu əməliyyat riyazi olmayan bir tip üzərində yerinə yetirilirsə, yəni daha belə açıq şəkildə qeyd eləsək, riyazi olan bir əməliyyat, yəni riyazi elementlər üzərində yerinə yetirilməsi lazım olan bir əməliyyat, ədəd olmayan bir dəyişən üzərində yerinə yetirilirsə, məsələn, stringin və yaxud da obyektin üzərində yerinə yetirilirsə, bu zaman biz artıq non-error ilə rastlaşırıq. Tiplər arasında convert hissələrimizdə də biz bunu görmüş olacaq və burada biz belə bir şey desək, let c bərabərdir bu ifadəni oraya yapışdırsaq və biz konsola type of c desək, əslində string olaraq fikirləşəcəyimiz tip number'dır. Yəni, none özü də bir ədəd tipi olaraq qiymətləndirilib. Digər tiplərimiz üzərindən danışsaq, true və false üzərindən danışdığımız zaman biz a-nın tipinə baxsaq, bu bizim üçün bool tipləri vermiş olacaq, yəni məntiqi tiplər və bu false üçün də keçərlidir. Null üzərindən danışaq, yəni boşluq üzərindən danışdığımız zaman görürük ki, bu bir obyektdir. Yəni boşluq bir obyekt olaraq qiymətləndirilir. Eyni qaydada date də burada keçərlidir. Yəni siz new date yaratmış olsaydınız, burada da obyekt olduğunu, yəni tarixin bir obyekt tipi olduğunu görmüş olardınız. Təbii ki, obyektlər və arraylər, setlər, maplər hamısı obyekt tipindədir. Yəni siz burada bir set yaratsaydınız, bu da obyektdir. Bu bir çoxluq olmuş olsaydı, bu da obyekt olmuş olacaqdır. Bu şəkildə bunları da görə bilərik. Yəni, error deyəndə bayaq bir də none üzərindən, undefined üzərindən danışdıq. Bu error bu şəkildə error deyil. Tiplər arası errorlar üçün keçərlidir. Yəni, konsol errorundan getmir söhbət. Bir də undefined tip haqqında danışdıq. Bir də function tipləri var. Yəni, sənin bir var a bərabərdir və ya let a bərabərdir
new bir function olmuş olsaydı, təbii ki, bunu bu şəkildə yazmaya da bilərik. Bu şəkildə yazdığımız zaman da bu new'nu silək buradan. Bunun function tipi olduğunu görürük. Ümumiyyətlə belə yadımızda saxlaya bilərik biz. New ilə yazılan hər şey bir obyektdir. Çünki orada bir varislik, obyekt yönlü proqramlaşma dillərinin məxsus olan bir varislik məsələsi. Yəni ondan bir örnək alma və özünü o tip kimi aparma məsələləri var. Yəni new bunların hamısında keçərlidir. Yəni null məsələsində, yəni qeyri-müəyyənlik olduğuna görə onu obyekt olaraq qiymətləndirib yadınızda saxlaya bilərsiniz. Və bir də tiplər arası çevirmələr haqqında danışaq. Məsələn, sizin bir let a bərabərdir 5 qiymətiniz vardır və siz bunu string olaraq ifadə etmək istəyirsinizsə, stringə çevirmək istəyirsinizsə, onsuz da JavaScript auto-to-stringi var. Yəni avtomatik olaraq stringə çevirir. Sadəcə olaraq istəsəz nəsə belə bir xüsusi şey, console.log üzərindən məsələn belə eləyək, type of b deyək və burada let b bərabərdir a-nı qiymətləndirək. Default olaraq bunu number olaraq görəcəksiniz. Amma a-nı nöqtə toString eləyəsi olsaz, bu zaman artıq nə olacaq? Onun string olduğunu görmüş olacaqsınız. Yəni toString vasitəsilə biz nə edəcəyik? Stringə çevirmə işləri görmüş olacaq. Bunu alternativ variant olaraq siz string daxilində a-nı yaza bilərsiniz. Yenə də eyni vəziyyət olmuş olacaq. Aralarında heç bir fərqi yoxdur. Yəni fərq eləmir, hansını istəsəz yaza bilərsiniz, amma toString daha çox istifadə olunur, sintaksis baxımından daha rahat yazıldığına görə, dəyişən adı nöqtə sonradan yazıldığına görə. Və stringdən ədədlərə çevirmə və yaxud da digər tiplər üzərindən ədədlərə çevirmə haqqında danışanda burada number haqqında danışırıq. Məsələn, siz gəlib burada bu 5-i dırnaqda yazmış olsaydınız, number burada görəcəksiniz, amma a-nın özü nə idi? Dırnaqda yazıldığına görə sırf a-nın özü string olaraq qiymətlənirdi. Və ya bunu eləmək əvəzinə a-nı götürüb, məsələn, belə bir şey də eləyə bilərsiniz. Ədədə çevirmirəm, heç. Belə bir şey edirəm, vururam 1-ə, bu şəkildə və type of b edirəm. Gördüyünüz kimi avtomatik çevrilir. Yəni, number tiplərində avtomatik çevrilmə məsələləri var. Stringlər üzərində riyazi əməli yerinə yetirmək istədiyiniz zaman, əgər bu mümkün deyilsə, yəni bu toplama deyilsə, avtomatik olaraq number tipinə keçid eləməyə çalışır. Təbii ki, çalışır burada, çünki orada içində bir söz yazılmış ola bilər və onu çevirməyə bilər. Və yaxud da belə bir şeydirsə, 5 azeyn yazılıbsa bura məsələn, siz bunu a-nı number eləyib 5-i tapmaq istəyirsiniz oradan. Siz bu şəkildə eləyə bilməyəcəksiniz bunu. Belə eləyə bilməzsiniz. B elədiyiniz zaman siz hətta belə eləyək, bunu type of b yox, b-nin özünü konsola verək. Gördüyümüz kimi none qiyməti alırıq. Çünki number gördünüz, sizi çaşdırmasın, elə bilərsiniz tapıb 5-i yazıb ora. Bu deyil. Amma bunun əvəzinə alternativ variant olaraq, daha doğrusu daha düzgün variant olaraq bunu parse eləyə bilərsiniz. Int parse eləyə bilərsiniz. Belə eləyək. Parse int vasitəsilə siz bu a-nı içərisindən b-yə avtomatik olaraq 5-i kəsə bilərsiniz. Amma burada belə bir şey eləyənməzsiniz. Məsələn, 5 azeyn eləsəz olacaq. Amma əvvəlində bir boşluq olmuş olsa, daha doğrusu bir string olmuş olsa, artıq bu none olaraq qiymətləndiriləcək. Çünki ilk əvvəl boşluqları saymır, düzdür. Yəni siz bura nə qədər boşluq qoysanız da problem deyil, onu çevirəcək. Amma siz burada birbaşa bir string yazsınız və yaxud da istənilən yerdə bir string yazsınız əvvəldə, bu avtomatik olaraq none error olacaq, yəni ədədə çevirə bilməyəcək. Və ya burada belə bir şey fikirləşməyin. Məsələn, 57-ni bu şəkildə yazsaq, probellə, boşluqla, avtomatik olaraq ortaya bir string girdiyinə görə onu kəsib atmış olacaq və ya istənilən bir yerində bir 7, 8, 5 yazmağa çalışsaz, bu avtomatik olaraq onları kəsəcək. Yəni, ilk öndə başlayan, probelləri nəzərə almadan soldan, ilk öndə başlayan ədəd, yəni rəqəmləri götürüb, birləşdirib ədəd alır. Məsələn, bu 51 olsaydı, burada 51 olaraq qaytaracaqdı bunu. Bu şəkildə də parse int var. Bir də parse float var. Parse float vasitəsilə də belə deyək, float ədədləri götürə bilirik. Çünki number tipləri int və float olaraq bizdə 2 yerə bölünürdü JavaScript üzərindən danışanda. Biri tam, birisi həqiqi ədədlərdir. Bu da bu şəkildə olası olsaydı, 51,5 olsaydı, bu şəkildə götürə biləcəydiniz. Amma parse int olmuş olsaydı bu, nə baş verəcəkdi? Onu intə çevirib götürmüş olacaqdı. Yəni int hissəsini kəsəcəkdi, artıq nöqtəyə bir string olaraq baxmış olacaqdı. Tiplər arasında çevirmə, datedən ədədlərə çevirmə var. Millisecond olaraq cavabını qaytarır. Keçən dərslərimizdən birində date üzərindən danışmışdıq. Onsuz bu haqdakı içərisində ədəd yazdığımız zaman default olaraq məsələn tək il yaza bilmirdik. Yazdığımız zaman millisecond olaraq qəbul edirdi, yəni millisaniyə olaraq. Bunu da yadımızdan çıxartmayaq. Bir də nə haqqında danışaq? Bəzi proqramçıları bəzən çaşdıran şeylər olur. Məsələn, tutaq ki, bizim bir var a bərabərdir, boşluq olaraq qiymətləndirdiyimiz bir ifadə var. Biz bunu number'a çevirmiş olsaq nə baş verəcək? Yəni, bunu number olaraq etsək nə baş verəcək?
Gördüyünüz kimi 0 qiyməti alır. Və yaxud da bunu sən type of ilə baxmaq istəsən, type of B eləmiş olsan, burada ədəd olduğunu görəcəksən artıq. Yəni bir boşluğu ədəd olaraq qiymətləndirə bilir. Biz bunun içərisində boşluq qoysaq, yəni bu şəkildə probel qoysaq nə edir? Yenə də eyni şey, bu da eyni şey, o da eyni şey. Yəni biz boşluq da qoysaq, ədəd də yazsaq, eyni kimi başa düşülür və bunu hər dəfə ədədə çevirməyə çalışır. Və yaxud da biz götürüb burada 0 olaraq bunu qiymətləndirsək və baxası olsaq, yenə də onu çevirmiş olacaq və içərisində istənilən qədər 0 və yaxud da istənilən qədər ədəd yazmış olsaq, bu eyni nəticə vermiş olacaq. Bir də bool tiplər haqqında danışaq. Bool tiplər üzərindən çevirmə üsulları haqqında. Məsələn, sizin bir let A bərabərdə true olan bir qiymətiniz olmuş olsaydı, bu true qiymətini siz götürüb number'a çevirmiş olsanız, gördüyünüz kimi o 1 qaytarır. Və yaxud da false olsa, bu nə qaytarır sizə? 0 qaytarır. Amma məsələn, bool tipi üzərindən danışdığımız zaman belə bir şey deyək. Məsələn, boşluq yazdığımız zaman bu bizə true qiyməti qaytarmır. Yəni, məsələn, fikirləşərsiniz ki, burada belə bir şey yazmışam və bunu true olaraq da təsəvvür edərsiniz. Stringə çevirdiyimiz zaman, daha doğrusu, belə eləyək də, bunu bool olaraq necə çevirək? Tutaq ki, deyək ki, if, belə deyək. A-nı bura yazaq. A true olduğu zaman bildiyimiz kimi if işləyir. False olduğu zaman işləmir. Alert edirəm. Gördüyünüz kimi işləmədi. Niyə? Çünki A false qiyməti alır. Gördüyünüz kimi artıq verdi. Yəni fikirləşərsiniz boşluq olduğu zaman bu true'dur. Xeyr, true deyil. Məsələn, bunun içərisində bir boşluq olsa, probel qoysaydıq, artıq bu nə olur? True olur. Baxın. Burada nə yaranmış olur? Boşluğun içərisində, daha doğrusu stringin içərisində nəsə qoymaqla qoymamaq, bir boşluq qoymaqla qoymamaq arasında fərq yaranmış olur. Bu proqramçıları adətən çaşdıran bir məsələ olur. Yəni bu false-dur, amma bu true-dur. Bunu mütləq yadımızda saxlayaq. Bu şəkildə. Daha sonra bir array-i, içərisi boş olan bir array-i biz ədədə çevirmiş olsaq, yəni bir var A bərabərdir, kvadrat mötərizə yazmış olsaq və içərisində heç nə yazmasaq, bunu daha sonra let B bərabərdir. Belə eləyək, bir ədədə çevirək, number eləyək bu A-nı və konsola .log eləyək A-nın qiymətini. Elədiyimiz zaman ədədə çevirək, B-nin qiymətini üzr istəyirəm. B-nin qiymətini bu bizə 0 olaraq qayıtmış olacaq. Yəni boş bir array bizə 0 olaraq qayıdır. Əgər bunun içərisində bir 15 qiyməti olmuş olsaydı, bu array-in içərisindən avtomatik ədədə çevirə biləcəkdir. Təbii ki, burada 15,12 olsaydı bundan idi, çünki bunu çevirə bilməz. Və yaxud da bu 15,12 olmuş olsaydı, nə edəcəkdir? Bunu parse olaraq hesablayacaqdı və bizim üçün yazmış olacaqdı. Parse yox, daha doğrusu float olaraq hesablayıb bizim üçün yaza biləcəkdir. Amma 2 dənə mötərizə içərisində 2 dənə götürüb yazası olsanız, bu avtomatik olaraq çevirmə işi yerinə yetirə bilməyəcək və error ilə qarşılaşmış olacaqsınız. Daha doğrusu none ilə qarşılaşmış olacaqsınız ki, ədəd deyil, ədədə çevirmə işi yerinə yetirə bilmədi. Bu qədər tiplər haqqında, çevirmələr haqqında danışdıq və lazım olduğu zaman tipləri arasında, yəni stringdən ədədə, ədəddən stringə daha çox istifadə olunur təbii olaraq çevirmələr, amma bəzən datedən, yəni tarix tipləri arasında çevirmələr istifadə eləmiş ola bilərik.